Azərbaycan deyəndə gözümüzün önündə yeni reallıqlar canlanır. Silinmiş şəhərləri mədəniyyət ocaqları ilə salınmış yeni mərkəzlərə, ölüm saçan mina sahələrini əkin yerləri ilə bərəkət ocaqlarına, məhv edilmiş təbiəti olan torpaqları yaşıl enerji mənbələrinə çevirən və keçmişin qaranlığını geridə qoymaq iradəsi ilə yeni dünyaya, yeni pəncərə açan Azərbaycan. Bütün bunlarla yanaşı tam suverenliyini bərpa etmiş bir ölkənin tərəqqiyə doğru pərvazlanmasının paralelində adı inkişafla, innovasiya ilə yanaşı çəkilən Avropa zamanla Cənubi Qafqazda mənfi meylləri təlqin edən canlı simvola çevrildi. Məsələn, ölkəmizə qarşı aparılan binokl diplomatiyası bunun sadəcə bir nümunəsidir. Gecə-gündüz xarici nümayəndələr gəlirdi, binoklə bizə baxırdı. Nə göstərmək istəyirlər bizə? Bu nə demonstrasiyadır, nə ucuz şoudur və bütün bu faktorlar bizi ciddi düşündürməlidir və təbii ki, düşündürür. Bəli, düşünməli xeyli məqam var. Necə olur ki, bir vaxtlar sülh təşəbbüsləri ilə çıxış edən, Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmaq səylərini davam etdirdiyini bildirən Avropa indi hərəkətsizliyi və təkidlə susmağı seçib. Tez-tez Ukraynanın bərpasına yönəlik bəyanatlar səsləndirən qoca qitə, Qarabağın bərpası məsələsində niyə yaralı barmağa məlhəm olmaq haqqında düşünmür? Yoxsa bu işlər Azərbaycana qarşı qətnamə qəbul etmək qədər asan deyil. Dırnaqarası baş bilənlər dünyanın başını qatmaq adına total hücumlara sərf etdiyi enerjini indi Qarabağda mina probleminin həllinə yönəltsəydi, bugün Avropanın siyasi dəhlizlərində ayaqüstü söhbətlər cinsi azlıqlar, novorçularla bağlı olmazdı. Binokllarını hələ də bizə tuşlayan həmin Qərb bugün Cənubi Qafqazda Azərbaycanın təşəbbüsü ilə reallaşan sülhü görür. Artıq Azərbaycandan İrəvana, oradan da Azərbaycana səfərlər başlayıb. Belə ki, Ermənistanın beyin mərkəzlərinin nümayəndələri ölkəmizə gəliblər. Bəs indiki vaxtda bunun iki ölkə arasındakı münasibətlərə hansı müsbət təsirləri ola bilər? Azərbaycan və Ermənistan beyin mərkəzlərinin görüşü ictimai diplomatiya çərçivəsində atılan əhəmiyyətli addımlardan biridir. Azərbaycan tərəfi necə ki, iki ölkənin müharibədən sonrakı vacib prosesi olaraq sülh gündəmini açdı, sülh sazişinin prinsiplərini və sülh sazişinin mətnini hazırladı. Eləcə də xalqların paralel olaraq sülhə hazırlanması və aralarında etimadın bərpası üçün gərəkən təşəbbüslərlə çıxış elədi. Bu gün də beyin mərkəzlərinin keçirilən görüşünü məhz daha çox Azərbaycanın sülh yoluna sadiqliyinin və sülhsevər təşəbbüslərinin təzahürü kimi dəyərləndirmək lazımdır. Ekspert onu da əlavə etdi ki, ictimai diplomatiya çərçivəsində media, qeyri-hökumət təşkilatları müstəvisində keçirilən bu kimi görüşlər müharibədən çıxmış dövlətlərin və xalqların arasında etimadın bərpasının effektiv üsullarından sayılır.